Salamlar, 3 uşaqlı ananın 4 aylıq bazarlıq vloquna xoş gəlmisiniz. Bugün həm uyğun qiymətə alış-veriş edəcəyik, həm də yarım fabrikatlar hazırlayacağıq. İlk olaraq uşaqları Şuvalana nənəgilə gətirdik ki, rahat şəkildə alış-veriş edək. Aldığımız hər bir şeyin qiymətini sizinlə bölüşəcəyəm. Ümumiyyətlə bazarda hər bir şeyin qiymətini çəkmişəm. Bəlkə yanınızdakı mağazalarla müqayisə etdikdə sizin üçün də bura uyğun olar. Yolda gedərkən yadımıza düşdü ki, biz acıq. Ərdəkanda yerləşən Rahat Qurmet marketi yolumuzun üstündə idi, ona görə ora keçdik. Bir şor qoğal aldıq, bir super konti, bir ədəd kappi və bir ədəd aloe vera şirəsi. Düşünürəm ki, bu marketdə qiymətlər elə də münasib deyil. Yolu uzun uzadı çəkmədim ki, sizin üçün maraqsız olar. Və nəhayət gəlib çıxdıq Suraxanı bazarına. Bu arada onu da qeyd edim ki, növbəti vloqum Ayxan marketdən olacaq. Oraya izləyicilərimin tövsiyəsi ilə getmişəm. Çox sağ olun ki, həmin marketi mənə dediniz. Marketdə çox gözəl endirimlər var, sizin üçün qiymətləri çəkmişəm. Kanalıma abunə olmağı, mənə dəstək olmağı unutmayın, sizin üçün maraqlı vloqlar çəkməyə davam edəcəyəm. İndi isə qayıdaq Suraxanı bazarında olan alış-verişimizə. Hər zaman çalışırıq ki, ətləri birinci alaq ki, ən çox pul tutan onlar olur. Bu arada onu da qeyd edim ki, bazarda hər bir şeyi öz pulumuzla almışıq, heç bir reklam yoxdur. Sadəcə razı qaldığımız yerləri sizinlə də bölüşürəm. Vlog çok güzeldir. Sağ olun. Baxıb edirsən YouTube'a qədər? YouTube'a baxıram. İzləyirəm səni səhifədə. Orada var, keçən və çəkib, çoxu baxılıb, 20-30 min baxılıb çox. Düzdür, onda özü çəkməmişdim, amma dükanı çəkmişdim, əti çəkmişdim. Təxmini 11 kiloya yaxın ət aldıq. Ətin kilosu 16 manat 50 qəpik idi. Nə qədər görəcəm? 180. Nə qədər? 180. 180. Dırnaqlarımı Nə istiyor. qədər götürəyim ha? Bu ikisinə götürək. 2 dənə götürək. Götürək Neçədir? qalsın. Buradalarda var bacı. Bu ama yəni bir restoratördə götür. Neçədir qardaş? Onun kiti 15. Album üstü yox. Bu 15 manatdır. Hə, bunun üstü yox. Götürək 2 dənə. Sən götür. Bu ayaqlar isə 12 manat idi. Bu da 12 manatdır. Biz aldığımız amma böyüdür. Bir az insandır və Allah canını sağ eləsin. Sol. Bu isə 15 manat idi. Yəni Uralın ürəyi neçə gündür xaş istəyirdi, ona görə də bu ayaqları aldıq ki, bişirək. Yaxşı ki, anamla nənəm xaş bişirməyi boynuna götürür. Çünki iyini qətiyyən sevmirəm. Sizin xaşla aranız necədir? Yeməyi sevirsiniz, yoxsa mənim kimi iyindən belə iyrənirsiniz? Salamünaleyküm. Sonra gəldik buradakı daydan balıq almağa. Yadınıza gəlirsə, keçən vloqumda balıq almamışdıq. Çünki avqust ayı idi. Bizdə hər zaman deyirlər ki, yayda balıq yemə, zəhərlənərsən. Bir dənə iri götürək də. Bir dənə irisini ver. Hədə. Ən irisi 30 elə ver. Bu belamordur. Bu belamor. Belamor balığının kilosu 9 manat idi. 39. Parayla bu. Farelin kilosu isə 15 azayn idi. Ətkanın yanında. Kilosu 15 manata. Farel. Kilosu 9 manata. Belamor. Dayı balıqların pulcuqlarını da təmizlədi. Balıqlara kəsiklər atdı ki, sonra onu rahat şəkildə evdə bölə bilək. Burada balıqlar təmizlənərkən gəldim sizin üçün burada maraqlı məhsullar var, onları çəkim. Sonra sizin də keçən vloqumda bəyəndiyiniz çərəz dükanına gedəcəyik. Həmçinin toyuq da alacağıq, onları da çəkmişəm. Çalışdım hər bir şeyi asta şəkildə çəkim ki, qiymətlərini görəsiz. Birazdan sizə orada başıma gələn hadisəni də danışacağım. Can vloquma o qədər rəy gəlmişdi ki, bəzi
neçə izləyicilər deyirdi ki, biz də 4-5 aylıq bazarlıq edirik, yarım fabrikatlar hazırlayırıq. Bəziləri isə buna irad tuturdu. Bu barədə də düşünürəm ki, hər kəs öz büdcəsini, öz ailəsinin yeyib içdiyini daha yaxşı bilir. Mən uşaqlıqdan belə öyrəşmişəm. Anamla nənəm hər zaman yarım fabrikat hazırlayıb. Çünki hər ikisi işləyirdi. Mən də hər adamın bişirdiyi yeməyi yeyə bilmirdim. Onlar işdə olarkən mənə baxan qadınlar bu yeməkləri hazırlayırdı. Mənim yarım fabrikatları sevməyimin əsas səbəblərindən biri 2 körpə uşağım var. Onlarla birlikdə yemək hazırlamaq mənim üçün çətin olur. Bəzən olur ki, onlar xəstələnir. Ayaz ümumiyyətlə xəstə olduqda qucağımdan düşmür. Bəzən də özüm xəstələnirəm. Qolumu belə qaldırmağa halım olmur. Halım olmayanda belə yeməklər mənim əlimdən tutur. Bu arada bəzi xanımlar yazır ki, mən 3 uşaqla, 5 uşaqla yeməkləri hər gün təzə-təzə bişirirəm. Bu yeməklərin nə dadı olar? Yəni burada heç kimi mən məcbur eləmirəm ki, siz belə edin. Sadəcə mənim kimi dayəsi olmayan, yanında köməyi olmayan, uşaqları ilə daha çox zaman keçirmək istəyən, özünə daha çox vaxt ayırmaq istəyən xanımlar ola bilər. Bu vloqlarımı da həmin xanımlar üçün çəkirəm. Hər kəsin gücü, enerjisi eyni deyil. Hətta mən yarım fabrikat hazırlamağı doğumuna az qalmış hamilə xanımlara da tövsiyə edirəm. Çünki uşaq doğulduğu gündən 40 gün ərzində çox yorğun olacaqsınız. Əsas da köməyiniz yoxdursa. Nəinki analar, həmçinin iş xanımları da var ki, evə yorğun gəlir. Bu yorğunluqla bir də durub təzədən yemək bişirəcək, dolma bükəcək, onu edəcək, bunu edəcək. Həmçinin kimsə qonaq gələndə də rahat şəkildə qarşısına yemək çıxartmaq olur. Adam təlaşa düşmür ki, filan ərzağım yoxdur, qonaqlarım üçün nə bişirəcəyəm. Bəzi xanımlar da deyir ki, bunlar zərərlidir. Mən isə buna da aydınlıq gətirim ki, bu bizim küçədə yediyimiz fast foodlardan, dəfələrlə eyni yağın içində bişmiş kartoflardan, mənşəyini bilmədiyimiz kalbasa sosislərdən daha faydalıdır. Ən azından özün səliqəli halda hazırlayırsan, içinə nə qatdığını bilirsən, vaxtı keçmiş məhsullardan istifadə etmirsən və s. Ümumiyyətlə çalışıram ki, vloqlarımda heç kimin üzü düşməsin. Keçən bazarlıq vloquma da fikir vermisinizsə, orada da üzü düşən insanların üzünü bağlamışam. Çəkərkən məhsulları və qiymətlərini çəkirəm. Gəlin sizə başıma gələn hadisə ilə bağlı bir neçə nümunə göstərim. Burada bir dayı zarafatla xalaya deyir ki, çıxış et, səni çəkirlər. Xala elə bilirdi ki, mən marketdən gəlmişəm. Sonra ona başa saldım ki, marketdən yox, özüm üçün bazarlığa gəlmişəm, sadəcə qiymətləri çəkirəm. Məsələn, indi görəcəyiniz dayı isə mənim üçün ən gözəl nümunədir. Hətta məni də çək deyirdi. Mən də çək, kurban da çək, qoyma. Qiymətlərini çək, o gözəl. Heç yerdə belə qiymətə xurma yoxdur. Bax. Bol kilo. Buradan həmin dayıya təşəkkürümü bildirirəm ki, belə mehribandır. Allah hər zaman ruzisini bol etsin. Gel gel.
Yaxşı, yaxşı. Gəlin sizə bir də mənim üçün pis bir nümunədən danışım. Bir qadın soruşdu ki, niyə video çəkirsən? Mən də ona başa saldım ki, YouTube-da vlog çəkirəm. Keçən dəfə də bu bazarda vlog çəkmişdim. İzləyicilərimin bəzisi heç buranı tanımırdı. Vlogda gördülər, bəyəndilər və bura gələcəklərini dedilər. Əslində buranı bir növ pulsuz reklam etmiş oluram. Həmin qadın da sonra heç bir etirazını bildirmədi. Mən də çəkilişimə davam etdim. Çəkə-çəkə qaydırdım, gəldim bu bir tərəfdəki polkalara. Bir polkada da bir məhsullar satırdılar. Dedim onu da çəkim. Bir kişi üstümə qışqıraraq, məni nəyə çəkirsən, mənim məhsullarımı niyə çəkirsən? Kobud şəkildə mənimlə danışmağa başladı. Mən də sizin bazarı insanlara tanıdıram. Bir növ sizin məhsulları pulsuz reklam edirəm dedim. Sonra həmin kişi yenə də kobud şəkildə cavablar verdi. Onunla üzbəüzdə yerləşən, bayaq sizə danışdığım xala da başladı eyni cür rəftar etməyə. Halbuki onu başa salmışdım, o da heç bir etiraz etməmişdi. Elə bir bu anı gözləyirdi. Üstümə bir kişi hücuma keçən kimi o da başladı eyni şeyi etməyə. Çox sevinirəm ki, bizim yaxşı insanlarımız da var. Mən heç nə demədim və kənardan digər satıcılar müdaxilə etdi ki, məhsulları çəkir, sizi çəkmir. Nəyə hay-həşir salmısınız? Bir digər sevindiyim məsələ isə bu qədər polka gəzdim, sadəcə bu 2 nəfər bu cür davrandı. Digərləri normal qarşıladı. Biraz da buraları gəzək, qiymətlərə baxın, sonra gedək çərəz dükanına. Yo, siz düşmürsünüz, narahat olmayın. Sonra gəlib buradan da göyərti alacağıq. Sadəcə buraları tək gəzirdim. Yoldaşım əti, balığı maşına qoymağa getmişdi. İşlərini görənə qədər də mən də bütün buraları çəkdim. Geçən dəfə bazara gəldiyimizdə səhv etmirəmsə, bu mağazalar yox idi. Ya da mən fikir verməmişdim. Buralı gözləyərkən ətrafa yaxşıca baxdım. Geyim almağı fikirləşmirdik, ona görə heç mağazalara da keçmədim. İndi fikirləşirəm ki, kaş sizin üçün geyimlərin də qiymətini çəkərdim. Keçən vloqumda bu çərəz dükanı məndən çox soruşuldu. Bu çərəz dükanı Suraxanı bazarının içərisində yerləşir. Suraxanı bazarından içəri keçən kimi biraz düz gəlirsiniz, sola dönürsünüz və çərəz dünyası yazılan yer. Ən sevdiyim dükan buradır. Burada cürbəcür konfetlər, şokoladlar, çay, kofe, quru meyvə, çərəzlər, ədviyyatlar, süd məhsulları, dondurulmuş qidalar,
Sucuk, jelibon, İran şirniyyatları, halvalar, lavaşanalar, düyü, konserva qidalar, büyücü vasitələr, nə istəsəz buradan tapa bilərsiniz. Qiymətlərlə tanış olasınız deyə hələ ki buranı ümumi çəkirəm. Sonra buradan da biraz alış-veriş edəcəyik. Yeni il bitdi, qarşıdan Novruz bayramı gəlir. Novruz bayramı ərəfəsində bu mağazalarda insanlar dolub daşır. Tural gəlib çıxana qədər bütün Suraxanı bazarını, çərəz dükanının hər bir hissəsini çəkib bitirdim. Şuraya bakın. Nazi yarpaq. Mənim ən sevdiyim sıra isə buradır. Quru meyvələr, rağda görünən sarı-yaşıl badamı çox sevirəm. Həmçinin mango, vişnə qurusunu. İnşallah bu il qismət olsa yayda özüm meyvə qurutmağı düşünürəm. İnşallah ki unutmaram, meyvələri necə qurutduğumun vloqunu da sizin üçün çəkərəm. Burada yoldaşıma başıma gələn hadisəni danışırdım. O da dedi ki, gəl gedək görüm sənə nə deyim. Mən də dedim, ehtiyac yoxdur. Digər satıcılar cavabını verdi. Mənim belə nəsə deməyimə ehtiyac olmadı. Nədir? Yavaş. Deyir şeydir. Adına razı paçet. Ümumiyyətlə şikayət etməyi sevmirəm. Kimin nəsə problemim olanda özüm həll edirəm. Heç vaxt yoldaşımı özümün həll edə biləcəyim şeyə qarışdırmıram. Heç bunu demək fikrim yox idi, sadəcə digər satıcıların rəftarı xoşuma gəldi, onun üçün dedim. Bu aralar bu Baby Fox şokoladına dadanmışam. Kinder şokoladının dadını verir. Günə baxan və sarı kök götürdük. 5 manatdan Bilmiyorum, koydum göze yardım. 2.28'e. Belə. Diyersen ne kadar koysunlar. Burada da baxırdıq ki, Baby Fox-u kilo ilə almaq sərf edir, yoxsa tək-tək. Yanımızdakı mağazalarda tək-tək satılır. Hesabladıq, gördük ki, eyni qiymətdir. Tutar da, bunu çəkəcək nə qədərdir? Mən heç əvvəllər Lina yemirdim, Turalla tanış olandan Lina yeməyə başlamışam. Uşaqlara qətiyyən paket qidalar vermirəm. İnşallah ki, öz rasyonumuzdan da yavaş-yavaş çıxarar. Hələ ki, çıxara bilməmişik. Şeyler mi götürür? Nələrdə? Saatı nə qədər? Saat 55. Nağdanı? Yox, nağdalı. Onlar arxandan necədir?
Ya de buradan alacağım. De burada olmalı. Şey bura. Bak. Oradan niye? Buradan olur. Hə? Üstten çekmiyor, üstten çekiyor. Çəkirəm mən. Yoldaşım hər dəfə irad bildirir mənə ki, utana video çəkmə. Video çəkərkən rahat ol. İşte yaptım. 2 tane. 2 səhər, 2 akşam. Bileğinin kilosu 8 manat idi. Burada yok. Burada başka adam oğlan değil. Burada bizim. Ama boş da, hiç de yok orada. Büyük kadın oydu. Aile veriyordu. Şey. Projeyem. 4 yıl oldu hala. Koş da 5 kilo olsun. Bəli. Baş. Pencereden oradan alalım. 3 manat 80 qəpik. 3 manat 80 qəpik. Şu 4. Aha, olsun 4 hə. 3 yaşlı koy bir tarafını. Nə qədər oldu? 8 manat. 4 bak bak bir yerine de bakmazsan bak. Yox, yox. Bak 4 20 4 30 belə 3 yaşda böylədi. 8 10 50 8 manat. Hə. Mən çəkmək istəyirəm, çək Hə, bax. çəkirəm. Yaşlarını ver. Bax 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 bu dolanırsan. Bax Kilosu 4. 2 manatdırsa 5 kilosuna qədər Al olur. elə bir ki 4 manat nə qədər eləyir qarşı. Yox. 60 8 qəpiyə düşür Yox də. ya, 6 kilosu elə 4 manat edir. Ya ha 3 manat nə 5 qədər? kilo istəyirik. Yaxşı, gələcəm qarşı. Vuracam nə olacaq elə deyil. Narahat olma istəyirəm. 3 kilosu nə 4 qədər? eləsin də, 4 kilo eləsin. 5 lazımdır. Nənə deyir, onun olmaya falan qəsdən. Onda 6 kilo eləsin də. 4 manat olsun. 4 manatlıq olsun da, yox. 4 manatlıq nə qədərdir? 6 6 kilo. kilo. Ha, 3 kilosu 2 Hə, manat. olsun, olsun. Ya. 6 kilo qardaşım. 6 kilosu 4 manata. Bəli. Artıq yenə də bu da xoş alalım olsun. Başqa nə qoyuyor? Başqa nə var qardaş? Çeybis olsun bacı. Orta. Bir kilosu 2 manata. Bir dəqiqə müştəri burada teyfil maaşı. Bəs eləyən hanı bu Hə, hə, qədər? bəs. Bunlara 16 manat pul verir. Biri 30 qəpikdir. Biri 30 qəpik. Köşkdə satılır. Köşkardadır. Burada köşk. Böyük torbaya ehtiyacınız varsa buradaki köşkdən ala bilərsiniz. Soğanı qoysaram axırda. Pomidor qoyarsan. Başal pomidor xəşil oldu. Qabaq 80 qəpiyə. Nə qədər tutdu? Kilosu. Hə? 2 2 qəpik. 40. Onu da görürəm. Oynayırdı güvənlə. Başqa nəsə var mı? Mən götürək. Yox, elə şey Sarımsak yox. lazım deyil. Yox. Sağ ol qardaş. Hə. Kaç değildi bu da? Sigara niyə? Beyler bir dakika. Çox götürəcəyik yoxsa? Yox. İstəyirsən sal ama neysən girsən. Neyse başqa nə lazımsa kağızat götür də, qardaş özünüz şey. Şahı. Nə lazım götür, gel alacaqsa. Götür də kağıdı. 2 dənə götürərsən. Kağıt da zəhmət olmasa verərsən. Onu necə satırlar sana? Nə qədər lazım sana? 2 dənə verər. Çiğ köftə üçün də. Hə. 2 dənə. Hı. Qardaş, Daha 70.
3 dənə qoyub təbii ki, artıq onu sayar. Halbuki belə qonağım olar. Yox, çox sağ ol, var olasın. 3 manat. Nə qədər oldu? 6 manat. Allah razı olsun. Sağ ol qardaş, bazar olsun. Gülayra xanım üçün xüsusi sifariş vermişik. Nə qədər? 2 kilo yazmışsan. Oldu 2 kilo? Hə? O arxadadır, siqaret çəkir. Nə qədər gözün vardı? 2 manat. Gedirik Ayxan marketə. Suraxanı bazarından çıxıb getdik Ayxan marketə. Sadəcə düşündüm ki, Ayxan marketdə bu gün paylaşsam vlog çox uzun olacaq. Ona görə bu günləri yarım fabrikatları da sizinlə paylaşacağam. Növbəti vlogumda isə Ayxan marketi birlikdə gəzərik. Kərdin düşdün oraya. Yadımızdan çıxıb Kalaskada qalıb. Kalaskanı düşürtməmişik. Getdik. Gəlib çatdıq nənəgilə. Anam balıqları doğrayıb hissə-hissə qablara yığdı. Sonra dananın ayaqlarını təmizləməyə başladı. Bu videonu çəkəndə burnumu tutmuşdum. Çiy ətin iynə, toyuğun iynə. Son 10 ildə öyrəşmişəm. Amma bunun iynə heç dözümüm yoxdur. Anam hamısını səliqəli şəkildə doğrayıb yığdı qazana. Üzərinə su töküb bir buluq qaynadırıq. Qazanın içindən ayaqları çıxardırıq. Sonra həmin qaynatdığımız suyu boşaldırıq. Hər zaman toyuq bişirəndə də, ət bişirəndə də ilk bulyonu atmaq lazımdır. Çünki zərərlidir. Sonra qazanın içərisini yuyuruq. İçinə ayaqları düzürük. Üzərinə su əlavə edirik. Həmçinin dadı çıxsın deyə 2 ədəd bütöv soğan əlavə edirik. Sonra qazanı astaxotda qoyuruq qazın üstünə. Gecədən səhərə qədər qaynasın. YouTube'a. Hə. Əli kəsin də YouTube idi. Keçən vlogumda da anamın əmsi qızı gəlmişdi kömək eləməyə. Həmçinin bu gün də. Sonra fileni kiçik-kiçik doğradıq. Keçən vlogumda toyuq kotletinin reseptini çox adam soruşmuşdu. Orada səhv etmirəmsə qeyd etmişdim, amma bugün yenə də qeyd edim. Toyuq filesini, kökü, soğanı ət çəkən maşından keçirirsiniz. Reklamı göstərməsin, reklam eləmə. Bəs tamam, soruşa mənə nə qatımsan, mən nə deyim? Yine silətan. Da sən dedin, hamı bildi, biz nə istifadə edirik. O da reklamı eləmə. O da reklamı eləmə. Ağzını göstərməsin. Ancaq bununla. Hı? Ancaq bununla. Ancaq bundan, ay sağ ol. Reklam olmaz. İstiyorsunuz reklam eləmək, bir ibarə çəkirkə reklam elə. Bu bizim toyuq kotletimizdir. İçində smetan, manlı, kök, soğan. Sonra nə? Duz istiyor. Göy artıda qatıcı hansından? Şüyüt. Kotletin tutulma prosesi. O duzlu suda elirsiniz, yoxsa adi sudur? Mən ona bir tuzlu verirəm. Baxır da, tökmüyorlar, adı da tökmüyorlar. Küşlər də tuzlu tuturam. Küftəni düzdür da, hələ küftəni olmaz. Keçən dəfə biri yazıb mənə ki, necə eləyirsiniz də sizin küftələr dağılmır da. Mən də deyirəm ki, biz duzlu su ilə eləyirik. Bir də ki, düyüsünün miqdarını normal eləyirik ki. Nə qədər vursan nə qədər. Yo. Biri yazıb ki, yumurta vurun ona. Yumurta da vurmaq olur, baxır ətdə də, yağlı ətdirsə vurmaq bir dənə olmaz. Baxır ya. Hə, vururlar. Ha, hələ. Mən kasetə bilirəm ki, kasetə vururlar. Yox, küftə də olmaz. Amma küftədə işləmişdim. Kotletləri suxariyə bulayıb qablara yığırıq. Bu da toyuq kotletlərinin son halı. Götürüb bu.
şey paylaşıb, xəngal Aha. üçün aparır da. İşçimizi izləyir bunu. Bunun xəbəri yoxdur ki, mənim qızım da. Qarşı mən eləyəm. Aytın sənə bir dənə şey göstərəcəm. Gəl bura bax, deyir, mən də baxıram. Buna bax, deyir. Adam da bunu ya işə qoyar. Bu nə olar ki, xəşin olar. Mən də qayıtdım, ayız onu elə belə qoyur da. O, əlbəttə o xəşin olar. O elə belə çəkiliş üçün qoyurdu, orada belə. Sən nə bilirsən, nə çəkiliş? Görmürsən, əlimə hazırda qoyur, belə. Deyirəm, ay qızım, mənim qızım da elə bir məzələ var. Nə deyirsən, deyirəm, qızım da belə. Doğru da. Sən batırcaydın məni. Uşaqlar deyir, çıxır qabağıma. Deyirəm, bu uşaqlar məni tanış gəlir. Deyirəm, qızım da, hə, mən də elə biləm, deyir, əri üçün qoy bunu. Deyirəm, bu belə, deyirəm, ay qızım, hələ belə qoyuram. Amma o birisi yeməkləri həqiqətən qoy. Bunu hələ belə qoyuram. Başım, əgər deməsəydim, qızım, söyüb yanır. Gözlərdin də sən də tələsmirsən. Gördün ki, çox bağlı. Bizim işe yemeği yaparmaktan. He. Ne götürürəm? Aha. Hər yeri yedir. Lan git yaxşı. Təmiz qarasını göstər. Təmiz qarası yox, onun doğrama yolu var. Təmiz qara deyil. Təmiz qaranı götürürəm. Xahiş edirəm, aşbazın işinə qarışma. Sən nə bilirsən? Öyrədir də elə bil. Onu gönder, sen de görmez. Hə. Bunlar langetliydi. Bunlar langetliydi. Bunlar Bunlar çəkilmədi. Hə, bunlar çəkilmək üçündür. O da tikə ətlərdir. Onlar soza gedir, sonra kartoşka ilə pişirməyə gedir. Qormaya. Öyrənin. Filenin çox hissəsini çəkib kotlet etdik. Dedim 4-5 ədəd saxlasınlar ki, bəlkə salata və ya başqa şeylərə istifadə etdim. İşləyik. Keçən də gelmişdik. Keçən udar şey gelmişdik. Bura. Dubai. Dubai. Rubayı hardadır? Buradadır. Şeydən. Kulbun qabağında dur. Hə, tez açılıb. Ay şey, bu tərəfdə, üzü yolun. Uzun getdi də. Hə, Degəndə sonra belə olmalı. Yoluna. hə. Markiz də burada gözləyir öz payını. Burada degəndə Bunlar isə langetli ətlərdir, onları da döyürük. əti də yolunu kəsəndə langetlər qəşəng görülür. Nüsrət. Biz üzrə nüsrəti kesmişik. Burdan düşüb. Notdan düşüb hər yer. Daha gedən yoxdur. Hə, dadı cəzən. Cızbız. Hə. Nə o? Deyirəm cəzən deyib cızmız. Nüşadır bunu yazıq. Adresi hastaydı o. Nəsə xəstədir o amma. Xəstəliyini eşitmişəm. Langeti döyüb torbalara yığdıq. Burada da sosluq ətləri qaynadırıq. Üstündəki kəfi təmizləyirik. Bu da evimizin balaca keçisi Markizimiz. Markiz. İşimsən buralara. Bu toyuq kotletimizin son görüntüsü. İndi ət çəkən maşından mal ətini keçiririk. Soğanla birlikdə. Çəkilmiş ətə duz, istiot qatıb, suxariyə bulayıb, kotleti hazırlayırıq. Uşaqları yatızdırırdım deyə təəssüf ki, sizin üçün küftənin hazırlanma prosesini çəkə bilmədim. Bu isə uşaqlar üçün hazırladığımız küftələrdir. Hər zaman küftəli yemək paylaşanda yazırsınız ki, sizin küftələr niyə dağılmır? Küftənin düyüsünü biraz çox etdikdə o zaman dağılır. Həmçinin küftəni duzlu su ilə əlinizdə tutun. Yumurta vurmağa ehtiyac yoxdur. Əlinizdə sıxsanız yetərlidir. İndi isə keçirik kələm dolmasına. Kələmləri biraz suda pörtlədirik, rahat şəkildə qırılmadan bükülsün deyə. Sonra orta hissələrini, qalın hissələrini kəsirik. Əgər yarpaq çox böyükdürsə, onu 2 hissəyə ayırırıq. Bu da kələmin bükülmə qaydası. Çəkilmiş ətin içində soğan, göyərti və düyü var. Buz və istiotu da unutmuruq. Və kələm dolmamız da hazırdır. İndi isə keçirik yarpaq dolması bükməyə. Yarpaq dolmasını uzunsov türk üsulu bükməyi çox sevirəm.
Bizimkilər isə hamı kvadrat formada bükməyi sevirlər. Yarpaq dolmasının içliyi də kələm dolması ilə eynidir. Sadəcə bir fərq var, o da nanə. Yarpaq dolmasının ətinə hər zaman nanə qatırıq ki, gözəl dad gəlsin. Səhər oldu, xaşımız da qaynadı. Xaşı anam səliqəli halda qablara düzdü ki, yolda gedəndə dağıtmayaq. Vlogumu burada bitirirəm. Ümid edirəm ki, sizin üçün də faydalı oldu. Növbəti vloqlarda görüşənə qədər. Hələlik. Da 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 da. Da da da. Da 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 da. Da da. Da 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 da. Aha. Da 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 da. Da 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 da.